Salam. Bu videoda Excel faili necə düzəltməliyik, bu haqda danışacağıq. İlk öncə buraya gəlib Download Sample Excel tıklayırıq. Və buradan gəlin folderumuzu seçək. Daha sonra gəlin onu açaq. Burada number, ilk öncə number yazılıb. Gəlin yaxınlaşdıraq bunu. Daha sonra name və yaxud da ki istədiyimiz bütün parametrləri buraya yaza bilərik. Buraya nömrəni 994 383 0665 name hissəsinə yazaq toplu mesaj. Hətta buraya tutalım ki gender yaza bilərik, burada bəy yaza bilərik. Tamam mı? Və bunu kopyalayaq. 2 dənə olsun. Daha sonra gəlin bunu save edək. Geriyə qayıtdığımızda Upload Excel tıklayırıq. Və bu buraya bu şəkildə düşür. Üçüncü kolumu görməyəcəksiniz, amma o da artıq databazda yerləşib. Birinci kolumu, birinci sütunu həmişə adını number saxlamaqdır. Daha sonra istədiyimiz sütun adı qoya bilərik. Gəlin qayıdaq indi proqramımıza. Burada number'ı proqram anlayır və bu nömrəyə göndərəcək. Daha sonra buraya braketlər yazaraq 2 dənə name yazdığımız halda burada nə yazılıbsa onu mesaja gətirəcək. Daha sonra buraya gender yazsaq onu da mesaja əlavə edəcək. Yəni toplu mesaj bəy yazacaq bu hissəyə. Ümumi olaraq bilməli olduqlarımız bunlardır. Birinci sütunu number kimi saxlayırıq və buraya nömrəni 994 şəklində yerləşdiririk. Üstəgələ ehtiyac yoxdur. Daha sonra istədiyimiz sütunu əlavə edirik və adını bu tərəfdə braketlərin daxilində yerləşdirərək istifadə edə bilərik. Bilməli olduqlarımız bu qədərdir. Təşəkkürlər.